Salam, dəyərli avtomobil sevərlər. Siz Fatma Əmrahlı ilə avtoblog verilişinə baxırsınız. Avtomobil dünyasını bizimlə kəşf edin. Hər buraxılışda biz sizi unikal modellərlə, maraqlı faktlarla və sürüş həyəcanı ilə tanış edəcəyik. Hazırsınızsa, mühərrikləri işə salırıq və bu günün avtomobil səyahətinə birlikdə çıxırıq. Avtoblog başlayır. Sürət Proda yaşayır. Avtoblog Fatma Əmrahlı ilə. Bugün sizə Alman dəqiqliyinin, texnologiyanın və zərifliyin birləşdiyi əsl incə bir nümunə Mercedes-Benz E300D plug-in hibrid avtomobilini təqdim edirik. Bu avtomobil sadəcə nəqliyyat vasitəsi deyil. Bu, komfortun, zövqün və ekoloji düşüncənin yeni mərhələsidir. Mercedes mühəndisləri burada ənənəni və gələcəyi bir araya gətiriblər. Mercedes-Benz'in Y sinifi tarixən rahatlıq, lüks və texnologiyanın birləşməsi ilə seçilib. Bu sinifin hər bir modeli bir dəyərlər toplusudur. Dəqiqlik, zəriflik, sakit güc və idarə etmə zövqü. E300 dizel plug-in hibrid isə bu konsepsiyanı daha da irəli aparır. Mercedes-Benz E300 plug-in hibridin qəlbində 2 litrlik 4 silindrli dizel və elektrik mühərriki dayanır. Birlikdə onlar 316 at gücü hasil edir. 8 pilləli avtomat sürət qutusu sayəsində keçidlər demək olar ki, hiss olunmur. 0-dan 100 km-ə qədər olan sürətlənmə cəmi 5,9 saniyə çəkir. Bu isə həm dinamik, həm də səssiz performans deməkdir. Dostlar, indi isə gəlin bu möhtəşəm Mercedes-Benz E-Class 300 plug-in hibridi yollarda sınaqdan keçirək. Kağız üzərində rəqəmlər çox cəlb edicidir, bizə isə real hisslər lazımdır. Görək, tikən arxasında bu avtomobil özünü necə aparır? Kimi mənim üçün ən vacib hiss idarə etmə zövqüdür. Gəlin baxaq, bu hissləri yol bizə necə qaytaracaq. Mercedes-in əsas məqsədi sürücünü yormamaqdır. Sürücü köməkçi hissələri isə təhlükəsizliyi maksimum səviyyəyə qaldırır. Aktiv kruz kontrol və zolaqda saxlama köməkçisi, avtomatik əyləc sistemi və kör nöqtə sensorları. Bu sistemlər sayəsində uzun məsafələrdə belə siz özünüzü təhlükəsiz, rahat və arxain hiss edəcəksiniz. Və nəhayət, avtoblog sizə bir neçə vacib məsləhət verir. Avtomobil alarkən onun məqsədini müəyyən edin. Şəhər daxili, ailəvi, yoxsa uzun məsafə üçünmü? Uzun yola çıxmazdan əvvəl təkər təzyiqini və yağ səviyyəsini mütləq yoxlayın. Unutmayın, düzgün qulluq uzun ömür deməkdir. Mercedes kimi avtomobillər sizdən qayğı, sizə isə komfort qaytarır.
Mercedes-Benz E300 2021 modelində sizi heyrətləndirəcək bəzi xüsusiyyətlər. Hey Mercedes, səsli idarə etmə funksiyası. Siz Hey Mercedes, məni evə apar deyirsiniz və avtomobil naviqasiyanı özü qurur. Energizing Comfort sistemi musiqi, işıq və oturacaq masajını birləşdirərək sizin əhvalınıza uyğun atmosfer yaradır. Pre-save təhlükəsizlik funksiyası. Qəza ehtimalı zamanı avtomobil avtomatik şəkildə oturacaqları tənzimləyir və təhlükəsizlik kəmərini sıxır. Plug-in hibrid assist. Sürüş zamanı enerji bərpasını optimallaşdırır və elektrik rejiminə keçidi avtomatik seçir. Salona daxil olduğunuz anda fərqli bir atmosfer sizi qarşılayır. 2 böyük 12.3 düymlük ekran həm sürücü, həm sərnişin üçün ideal məlumat axını yaradır. Oturacaqlar premium dəridən hazırlanıb. Ventilyasiya və masaj sistemi ilə təchiz olunmuşdur. Səs sistemi isə Burmester markasındandır. Kristal, təmiz səs, səhnə effekti, akustik balans bu avtomobilin musiqi həzzini yeni səviyyəyə qaldırır.